Oxu. Oxu ilə başladı ilk əmr. Yaradan Rəbbinin adı ilə oxu. Çağların ardından cəhalət bataqlığında çırpınan insana yeganə çıxış yolunun oxumaq olduğu bildirildi. Rəhman Qur'anı oxumağı öyrətdi. Yol kəsənlər bu oxuma sayəsində yol göstərən ulduza çevrildilər. Kainatı oxumağın sirlərinə vaqif oldu kitabı oxuyanlar. Makrodan mikroya, mikrodan makroya davam etdi oxuma. Sətirlərdən sədirlərə, insanın özünə çevrildi bəsirətlə oxuyan gözlər. Və bir mədəniyyət inşa edildi. Əsrlərə hökm edən, insanlığı öyrədən, şəfqət və mərhəmətin abidəsi İslam mədəniyyəti. Qələmə və yazdıqlarına and olsun buyurdu Yaradan və qələmlə yazmağı öyrətdi insana. İnsanlıq mirası qələmlə ötürüldü əsrlərdən əsrlərə. Yaşananlar yazıya tökülüb çağları bəsləyən can damlası oldu. Özünü zamanın gedişatından məsul bilənlər hər zaman bu ülvi yolun fədaisi oldular. Tutduqları qələmlə Xaliqin and içdiyi qələmin kölgəsinə sığındılar. Adəmin alın yazısı ilə başlayan, İdris Peyğəmbərin açdığı cığırla yoluna davam edən yazı bütün çağlara öz damğasını vurdu. Hədəfinə çatmağa çalışan xeyir də, şər də yazını öz qayəsi üçün vasitəyə çevirdi. Toplum əxlaqını, ictimai nizamı, insan fitrətini pozmaq üçün qələmi qınından sıyrılan qılınca çevirənlər olduğu kimi, onu eyni ilə mərhəmətli cərrahın əlindəki neştərə çevirib yaralara məlhəm edənlər də oldu. 3-cü minilliyin əvvəli. Bütün sahələrdə inkişaf səviyyəsinin zirvəsinə doğru irəliləyən dünya mətbuatda da böyük məsafələr qət edir. Təqvim səhifələri 2005-ci ili göstərir. Varlıq məsuliyyətinin fərqində olan bir ovuc dərd sahibi insan toplumda müşahidə olunan mənəvi qüsurlarla razılaşmır. Yaşanan mənfi halların acısını qəlbində hiss edir. Cəmiyyətin milli koloritini qorumaq, sahib olduğu mənəvi dəyərləri yeni nəsillərə ötürmək üçün çətin və şərəfli bir yola qədəm basılır və bu ülvi yolun adı qoyulur: İrfan. Mərifət dəryasına açılan bir yelkən, inanan qəlbləri birləşdirən körpü olur İrfan jurnalı. Hər buraxılışında cəmiyyətin nəbzini tutmağa çalışır, ölkənin və dünyanın gündəmini təqib edir, qardaşlığa çağırır, ümid verir könüllərə, ədəbə səsləyir, öz soykökünə bağlı qalmağı, tarix şuurunu təlqin edir. Yetişən gəncliyin milli mənəvi dəyərlərə sahib çıxması üçün çalışır. Vətəni və bayrağı sevməyə, dövlətçilik ənənələrinə sədaqətə çağırır. Zərərli vərdişlərdən, insan ruhuna zəhər saçan günahlardan çəkindirir. Bəşəriyyətə yön verən öndərləri, işıq olub yolumuzu aydınladan qəndilləri unutmamağa səsləyir. Xalqın dərdinə şərik olduğu kimi sevincini də paylaşır ən səmimi duyğularla. Birliyə, bərabərliyə, ailəyə sahib çıxmağa çağırır. İffət və namus qalası olan ailəni unutmur. Xanımları, gənc qızları düşünərək onların gündəminə həmdəm olur. Hər ay bir-birindən dəyərli yazılarla ərsəyə gələn bizim ailə ilə əl-ələ verib qapıları döyür. Evlərdə sevgi, məhəbbət, hörmət və ehtiram olsun istəyir. Ailələrə cənnət tərabəti gətirməyə çalışır. Gələcəyimiz olan uşaqları, azyaşlı dostlarını da unutmur. Ən böyük səadətin onların gülüşündə gizli olduğunu bildiyi üçün məsum baxışlarında təbəssümə çevrilib xəyal dünyalarını bəzəyir. Bir-birindən maraqlı hekayələrlə, nəsihət dolu qissələrlə onların sadiq dostu olmağa çalışır. Böyüklərin yolunda yürüməyə səsləyir. İrfan 200-cü dəfə dost qapısını döyür. İlk günkü əzm və həyəcanla, sevgi ilə və bir qardaş kimi.